İdarə edə bilmədiyin qəzəbin sənin məğlubiyyətindir. Qabili xatırla. Ona belə deyilmişdi. Günah qapının ağzında durub. Onun meyili sənədir. Ona qalib gəlməlisən. İndi gəl birlikdə bu günahın nə olduğuna baxaq. Salihlər yalnız yaxşılıq arzular. Şər adama isə yalnız qəzəb nəsib olar. Bu sözləri xatırlayırsanmı? Yaxşı adamlar yaxşılıq xəzinəsindən yaxşı şeylər, pislər isə pislik xəzinəsindən pis şeylər çıxarar. Deməli, qəzəb sənin ürəyində kök salan şərdir. Xatırla, qəzəblənməyə tələsmə. Çünki qəzəb ağılsızların ürəyində yuva salar. Bu o deməkdir ki, qəzəbli insan şuurla düşünə bilmir. Yazılıb ki, qəzəbini günəş batmadan söndür. Bu sözlərin mənası odur ki, qəzəbini idarə et, gec olmadan dayan və sülhə gəl. Çünki günəş batandan sonra şər gəlir. Artıq qəzəb qəlbində kök salır və şər qapıda deyil, qəlbində məskən salır. Səfeh dərhal qəzəbini üzə verər. Uzaq görən isə təhqirin, şərəfsizliyin üstünü örtər. Salihin dili həyat ağacıdır. Sözləri ilə bu ayələrə baxsaq görərik ki, qəzəbini idarə edən yeni həyat verər. Qəzəbə qalib gələ bilməyən isə öz həyatını da itirər. Deməli, Qabili qardaş qatili olmağa aparanda məhz idarə edə bilmədiyi qəzəbi idi. İdarə edilə bilməyən qəzəb nifrətə, nifrət isə nifaq və qarışıqlığa yol açır. Amma xoş söz və sevgi dolu bir qəlb könlü xoş edər. İndi əzizim, günah qapının yanında durub, onun meyili sənədir. Ona qalib gəl ki, qəlbində məskən salmasın. Mənim taxtımı və məskənimi başqasına vermə.